Bura Gəncənin daş yaddaşı, ruh daşıyan torpağıdır. Adı bəzilərinə qəribə gələ bilər. Cömert qəssab. Qəssab idi, amma elə-belə biri yox. Ət kəsəndə deyil, ədaləti paylaşanda məşhurlaşmışdı. Deyirlər, ət kəsəndə bircə cümlə deyirmiş. Əli eşqinə, nə artıq, nə də əksik. Deyilənə görə çox sadə bir adam imiş, amma içi bütöv imiş. O qədər bütöv ki, bizim vaxta qədər, əsrlər keçsə də gəlib çatıb. Rəvayətə görə Cömert qəssab Gəncəlilərin içində ilk İslamı qəbul edən bir adam idi. Hətta deyilənə görə Həzrəti Əli əleyhissalamla görüşmək üçün Hicaza gedib və İslamın nurunu Gəncə şəhərinə gətirib. Və bu türbə sadəcə bir qəbir deyil, bu halal zəhmət və ədalətli ölçünün abidəsidir. Zamanında Gəncə şəhəri hücuma məruz qalanda Cömert qəssabın əlində tərəzi deyil, əlində qılınc var idi və ədalətin uğrunda savaşıb şəhid oldu. Bir çox mənbələrə görə bu türbə 7-ci əsrə aid olunur. Amma 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində dağılır. Sonra 13-cü əsrdə insanlar, yerli sakinlər tərəfindən yenidən qurulur, yenidən yeri bura olur və ən son 2004-cü ildə Heydər Əliyev fondunun əsasında yenidən gözəl bir türbə qurulur və gördüyünüz bu hala gəlir. Bugün isə bu türbə yenidən nəfəs alır və sən də cömertliyin və dürüstlüyün abidəsi olmaq istəyirsənsə, Cömert qəssabı unutma, hatırla. Çünki adını tarixə yazmaq üçün böyük bir hakim və ya general olmaq məcburiyyətində deyilsən. Bəzən sadəcə cömert bir qəssab olsan belə bunu edə bilərsən. Sağ olun.